Sabahınız xeyir olsun. 6 aprel 2026-cı il tarixidir. Şəvval ayının 18-ci günü, yaz fəslinin 18-ci günüdür. Aprel ayının ilk həftəsinin ilk birinci bazar ertəsi günüdür. Həftəmiz hər birimiz üçün uğurlu, bol, ruzili, bərəkətli, can sağlıqlı başlayıb. Can sağlıqlı, xeyirli, uğurlu, bollu, bərəkətli də başa çatmış olsun. Və 6 aprel günündə kimlər işləri arxasınca gedir, işləri ilə məşğuldur, evdə ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlığı, iş avadlığı arzu edirəm. Bununla yanaşı 6 aprel günündə təhsili ilə məşğul olan məktəblilər, orta ixtisas, ali məktəb tələbələrinə can sağlığı, zehin açıqlığı, iş avadlığı arzulayıram. Hər birinə qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm də bütün dünya üçün dəyərli, faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzu edirəm. 6 aprel günündə kimlərin dünyasını dəyişəni var, rəhmətə gedəni var. Allahdan rəhmət diləyirəm, səbir diləyirəm. 6 aprel günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid, qazi ailələrini, eləcə də Azərbaycan ordusunu salamlayıram. Həftələri uğurlu başlasın, uğurlu keçsin, bol ruzili, bərəkətli, sülhəm-amanlıq, firavanlıq şəraitində olsunlar. Amin inşallah. 6 aprel günündə kimlər ad gününü, şad gününü qeyd edirlər, hər birinə can sağlığı ilk növbədə və bu münasibətlə təbrik edir, xoşbəxtliyi arzu edirəm. 6 aprel günündə də tarixi günlər vardır. Demək, 6 aprel günündə 1199-cu ildə Fransa ilə müharibə zamanı İngiltərə kralı şir ürəkli Richard qətlə yetirildiyi gündür. 6 aprel həm də 1896-cı ildə müasir dövrümüzün İlk Olimpiya oyunları Afinada keçirildiyi gündür. 6 aprel 1909-cu ildə Rusiya ilə Türkiyə arasında Bolqarıstanın müstəqilliyi haqqında müqavilə imzalandığı gündür. 6 aprel 1945-ci ildə 2-ci Dünya müharibəsində Almaniya qoşunları Yugoslaviya Yunanistana hücum etdikləri gündür. 6 aprel 1994-cü ildə Rumunda səmasında Ruanda və Burundi prezidentlərini aparan təyyarənin qəzaya uğraması nəticəsində təyyarədə olan 10 nəfərin hamısının həlak olduğu gündür. 6 aprel 1998-ci ildə Rusiyanın Riqadakı səfirliyində partlayış baş verdiyi gündür. 6 aprel 2009-cu ildə isə İtaliyanın Akvila şəhərində baş verən zəlzələ nəticəsində 308 nəfərin həlak olduğu gündür. Səsimi dinlədiyiniz üçün təşəkkür edirəm.